Tərkibini bilmədiyiniz dönərləri almaqdansa evdə çöldə satılanlardan daha ləzzətli dönər hazırlaya bilərsiniz. İçərisi sulu, üzəri xırçıltılı yarpaq dönər hazırlayırıq. İlk öncə ətimizi ət çəkən maşının ən xırda gözündən çəkirik. Üzərinə soğan, 2 diş sarımsaq, 2 dolu yemək qaşığı qatıq, yarı limon suyu, duz, istiot, paprika və 2 dilim çörəkdə süddə isladıb ətin üzərinə əlavə edib qarışdırırıq. 20 dəqiqə yoğurdum. Əti dəfələrlə yoğurub qaba çırpmalısınız. Streç valqaya büküb buzluqda dondururuq. Ətin buzluqda donana qədər mən də dönərin salatını hazırladım. Pomidor, xiyar, qırmızı soğan və biraz da göyərtdən ibarət bir salat hazırladım. Donmuş dönərin ətini də videoda gördüyünüz kimi doğradım. Ətləri emsandan aldığım ızqarada bişirdim. Ümumiyyətlə videoda gördüyünüz bütün məhsulları emsandan almışam. Başladım dönərimi hazırlamağa. Həm çörəkdə hazırladım, həm lavaşda hazırladım. Dəhşət ləzzətli idi. İnanın ki, dadına doymarsınız. Yaxın zamanlarda sizə dadına doymayacağınız toyuq dönərin reseptini də paylaşacağam. Çöldə satılan, mənşəyini bilmədiyiniz ətlərdən hazırlanan dönərləri qəti almayın və uşaqlarınıza da yedizdirməyin. Özünüz ən gözəlini hazırlaya bilərsiniz. Bu arada əziz xanımlar, Emsan 8 Marta görə sizi unutmayın. 80%-ə qədər endirimlər var. 8 Mart yaxınlaşır, nəzərinizdə olsun ki, Emsanda çox gözəl hədiyyəli məhsullar var. Dönərimiz də hazırdır. Nuş olsun, göz haqqınızı halal edin. Videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.